Bismillahirrahmanirrahim. Dedik ki, bugün 13-cü dərsimizdir. Ramazan ayında ən çox bəyənilən əməllərdən biri də qohumluq əlaqələrini üzməməkdir. Bu bəlkə də bizim cəmiyyətimizin deyərdim ki, son dövrlər biraz yaralı yerlərindəndir. Çünki biraz sanki qohumluq əlaqələri əvvəlki illər kimi deyil. Yəni əvvəlki illər qədər sabit deyil, əvvəlki illər qədər bərəkətli deyil, əvvəlki illər qədər mehribansızlıq yoxdur, rahatlıq yoxdur. Bunun bəzi səbəbləri var. Bunun bir sıra səbəbləri var ki, o səbəbləri biz bugün çalışacağıq ki, axtaraq, araşdıraq. Amma mənfi notlar üzərində yoxsa müsbət notlar üzərində dərsimizi quraq. Əvvəla görək bu bizə nə verir? Silə yəni bağlamaq mənasındadır. Rəhimdəki bilirsiniz, yəni qan bağı olanlar deməkdir. Rəhimdə ana bətni, yəni qan bağı olanlara deyərlər. İslamda qohumluq əlaqələrini kəsmək günahlardan hesab olunur. Hətta mən bir yerdə oxumuşdum, ya səhv eləmirəmsə ustadların birinin dilindən eşitdim ki, Sırat körpüsündə iki əsas suallardan biri, əsas qapılardan biri də əmanət qapısıdır ki, əmanətə xəyanət olunmasın. Bir də silə-i rəhimdir, səhv eləmirəmsə. Çox təkid olunan əməllərdən silə-i rəhim. Çox təkid olunur. Yəni ki, qohumlarla əlaqəni üzməyək. Niyə əvvəldə o sözü deyim? Bizim qohumlarla əlaqələrimizi üzməkdə bəlkə də ən böyük səbəblərdən biri münasibətlərin maddiyyət üzərində qurulmasıdır. Yəni, insanlar bir-birinə artıq pul gözündən baxmasıdır. Bəlkə də budur. Bilmirəm, nə dərdir sözümdə səmimiyəm və ya nə qədər dəqiqəm bilmirəm. Amma adətən belə bir tendensiya formalaşıb cəmiyyətdə. Biri-birinin toyuna gedəndə dəftərinə baxır, görün mənim toyuma gəlib-gəlməyibdir, görün mənim yasıma gəlib-gəlməyibdir və ya mənim toyuma nə qədər pul salıbsa, mən də o qədər pul salım. Çox maraqlı bir, qəribə bir ab-hava var. Və hətta imkanlı əzizlər də baxsan ki, bir kasıbın toyuna gedəndə 30-40-50 manat yazar, amma imkanın toyuna gedəndə 300-400-500 manat pul yazır. Yəni, insanlar artıq bir-birinə münasibətə də maddiyyat gözündən baxırlar. Axıdı, maddiyyat kimi baxırlar, pul kimi görürlər artıq bunu. Dayını, xalanı, bibini, əmini, nə bilim, nənə, baba, qardaş, bacı. Sanki kimsə kimisə evinə gedəndə nəsə gözlənti var. Görən mənə nə gətiribdir. Nəsə bir istək var. Mən başa düşürəm, insan qonaq gedəndə imkan daxilində nəsə bir alıb özünü aparmaq istəyirdi. Adətən bu cür ola bir şirniyyat, nə bir lokum, nə bilim bir gül, çiçək, nəsə bir şey. Amma heç bir məsələ, heç bir problem gərək mane olmasın ki, insanlar öz qohumluq əlaqələrinə xələl gətirsinlər. Məfad-ı Ceylan kitabında, sonra bir neçə dua kitablarında oxumuşuq ki, silə-i rəhm etməyən insanların duası qəbul olmaz. Bəlkə bu da bizim üçün bir dənə siqnaldır, hansı bir duamız qəbul olmuşsa, bir dənə fikir verək görək, hansı qohumla əlaqəmizi kəsmişik. Çünki silə-i rəhmin maddi və mənəvi təsirləri var. Həm maddi təsirləri var, həm mənəvi təsirləri var. Hədis və rəvayətlərimizdə bu işin 4 dənə möcüzəvi təsiri var. 4 effekti var. 4 böyük təsiri var. Biri budur ki, ömrü uzadır silə-i rəhim. Qohumları ziyarət eləmək ömrü uzadır. Mən bilmirəm, hiss eləmişsiniz yoxsa, insan bir yerə qonaq gedəndə rahat olur biraz, məsəl üçün, yola çıxırsan, hazırlıq görürsən, biraz başın qarışır, eynin açılır, bizdə eyni açılmaq deyərlər buna. Eyni açılır, biraz ruhun təzələnir, bir balaca fikirlərin dağılır, başın qarışır. Olsun ki, bu baxımdan da ömrü uzatmaq, bu baxımdan deyirlər ki, yəni insan həyatı mənalı keçir. Belə deyək də, darıxmırsan, sıxılmırsan, o tıncıqma deyərlər bizə, qəribə bir narahatlıq gəlmir. Deyib, bir şəxsin ömrünə 3 il qalıbsa, hədisdə var. Bir hədisdə deyir ki, bir şəxsin əgər ömrünə 3 il qalıbsa və o silə-i rəhm etsə, qohumlara baş çəksə, Allah deyir, onun ömrünü 30 il uzadar. Uzadar ömrünü. Bu qədər cismi baxımdan, maddi baxımdan təsiri var qohum əqrabanın ziyarətinin. Bəzən görürsən ki, qohumda bir şəxs var ki,
Onun hesabına qohumlar bir-birindən münasibət qururlar. Yasında, toyunda, bir şənliyində, bir tədbirində. Ki Allah sanki o insana bərəkət verib, o insanın üzərində qohumlar bir-birinə əlaqə saxlayırlar. Elə qohumlar var ki, heç illərdir bir-birini görmürlər. Amma adam da var ki, əmisinin, xalasının, uzaq qohumlarla belə münasibətləri var. Bu ömrün uzanması mənəvi tərəfdir, cismani tərəfdir, fiziki tərəfdir. İkinci budur ki, qohumlara əl tutmaq mal bərəkəti artırır. Yəni, silə rəhm eləmək insanın ruhusunu artırır. Deyir, insanın birinə sədəqə vermək istəsə, birinə yardım eləmək istəsə, belə deyək, gərək birinci özünkülərindən başlayaq. Özünkülərindən başlayaq. Öz qardaş bacısından başlayaq, öz doğmalarından başlayaq. Ki, onun nə ehtiyacı var, onun nə problemi var. Bilirsiniz, bu da rəqəmlər simvolik ola bilər. Rəqəmlər 5 il, 10 il. Bu da əsas bilirsiniz nədir? Məsələn, xidmət eləməkdir. Bunun fəlsəfəsi budur ki, insan xidmət eləsin. Mümkündür, qohum sənin qədri bilməyəcək. Ona görə biraz tələsməyə, şərh verməyə, əzizlər. Dərsə qulaq assaq, mənə elə gəlir ki, bəzi məsələlər bizə aydın olur. Biz bəzən hissə qapılırıq. Mən yadıma gəlir, bir dəfə ömür boyu həmişə, əzizlər bilirlər, qadın haqqlarını danışmışam həmişə. Xanımların haqqını, ana haqqı, bacı haqqı, həyat yoldaşı haqqı. Bir dəfə elə oldu ki, kişilərin haqqından bir söhbət düşdü. Altdan yazdılar, bəs qadınlar, bəs xanımlar, bəs xanımlar. Niyə söhbətin əvvəlinə qulaq asmırlar və ya sonrasını dinləmək istəmirlər? Biz də addan bu cürdə fikrimizi tez bildirməyə çalışır. Ona görə əziz tələbələr, diqqətli olun, izləyicilər, diqqətli olun. Dərsə tam qulaq asaq, sonra fikirlərimizi rahat bildirək, inşallah. Dedik ki, əl tutmaq, qohum-əqrəbaya əl tutmaq malın mülkü artırır. İnsan gərək yaxşılıq eləyəndə birinci özünkülərindən başlasın. Əgər sənin qardaşın, bacın, doğmalarına bir maddi ehtiyacı olan insan varsa, birinci onlardan başla. Onlara yer və yardım edir. Bu həm də qohumluq bağlarını gücləndirir. Və üstəgəl sənin malıva ruz və bərəkət gələr. Allah daha da artıq eləyər onu. Hesabı asanlaşdırır. İnsanın sorğu sualını asanlaşdırır. Bayaq dedim ki, qiyamət gün deyil, bu adamlara asan rəftar olunur. Yaxşı rəftar olunur. Ki, adın gələndə insanlar rəhmət oxuyurlar sənə. Qiyamət günü ki, yaxşı adla hallanacaqsan ki, bu adam bir ömür qohumları yolunda əziyyət çəkdi. Bizim işimiz bura deyil ki, biz ancaq buraya görə iş görək. Mən burada əbədi qalmayacam ki, buranın dünya üçün çalışmıram ki, mən dünyada qalas deyiləm ki, dünyaya görə addım atım. Əslində, biz axirət üçün addım atırıq. Bizim fikrimiz, zikrimiz, bizim həqiqətimiz, bizim özümüz, bizim həqiqi mənimiz axirətdir. Bizim ruhumuz axirət tələb eləyir. Bizim ruhumuz axirət tələb eləyir. Mənəviyyatımız axirət tələb eləyir. Bunu dəfələrlə demişik. Adam var, hər şey var. Maşın var, pul var, iş var, xanımı var, əri var, övladı var. Hər birini şərait yaradıbdır. Hər birini ev-eşik eləyibdir. Özündə işi maşın. Amma baxsan darıxır. Sıxılır. Deyirsən ki, nə olubdur? Deyir, rəhim sıxılır. Xəstə sənin yox. Borcun var yox. Kreditin var yox. Yoldaşın sənə pis söz deyib yox. Xanımın sənə pis söz deyib yox. Və nə olubdur? Övladın xəstə deyib yox. Nə olub bəs? Deyirsən, rəhim sıxılır, darıxıram. Bilin ki, bu adamların ruh səni demək istəyir ki, sən buranın adamı deyilsən, birdən bura bağlanarsan. Biz buralıq deyilik. Başqa yerə qonaq getmişsiniz da heç. Adi elementar misal deyim sizə. Yəqin ki, bu 43 nəfər mütləq ömründə bir dəfə qonaq gedibdir. İstəsə də, istəməsə də. Yəqin ki, qonaq getmişsiniz hansısa bir yerə. Heç olmayıb ki, yəni getmişsiniz bir ürəyiniz sıxılıb, evə gəlmək istəmişsiniz. Orada rahat ola bilməmişsiniz. Evə gələndə bu söz demişsiniz. Hayf deyil adamın öz evi. Adam öz evi hayf deyil. Qurban olmalı. Hara gəlsən git, adamın öz evi. Yəqin ki, bir çoxlarımız bu sözü demişik. Və bu düşüncə, bu ruhiyyə bizdə formalaşıbdır. Bax, insanın ruhu bu cürdür. Axirət üçün bu cür narahatdır əslində insan. Ki, baxırsan, hər şey yerində, amma adam narahatdır. Adam sıxılır. Ruh sənə çatdırmaq istəyir ki, sanki sən buranın adamı deyilsən, ha? Bu gördüyün, görsən, bu neymətlər, bu gördüyün maddi aləm səni aldatmasın. Bunlar əbədi deyil. Əbədi deyil bunlar. Əbədi olmayan bir şey üçün insan məhəbbət bəsləməz ki.
Qaldı ki, insanların bir-birinə məhəbbət bəsləməsi və cəmiyyətlə münasibətləri axirət üçündür, Allah xatır üçündür. Allah xatır. Bir şey işləm qiyamət günü bir-birinizi tanımayacaqsınız. Və sən öz əməlinə görə sorğu-sual olunacaqsan. Və silə-i rəhm edəsən, bu əməllərin, bu sorğu-sualın asanlaşmağına səbəb olacaq. Ki, qiyamət günü Allah belə şəxslərlə mülayim rəftar eləyər, asan rəftar eləyər. Deyir, silə-i rəhm olsa, cəmiyyətdə mehribançılıq olar, rafılıq olar, cəmiyyətdə hüzur olar. Siz fikir vermişsiniz, sanki cəmiyyətin hüzuru pozulubdur. Bunun bir səbəbi də budur. Artıq qapılar açılmır, artıq qonaqlar gedilmir, artıq bir-birinə səfərlər olunmur. Bunlar çox yersiz məsələlərdir. Bunlar gərək bu işlərin önündə bir çalışaq. Biz bu işlərin öhdəsindən gəlmək üçün gərək mühüm addımlar ataq. Bəzən deyə bilərsiniz ki, axı elə qohumum var ki, mən əlaqə saxlamaq istəmirəm. Elə qohum var ki, danışdırmasan yaxşıdır. Mən qeybətimi edir, mənə şər böhtan atır, mənə yalan danışır, nə bilim, haqqımda pis fikirlər söylüyor. Biz əvvəla bu məsələlər çox eşidirik. Cəmiyyətdə belə şeylər çoxdur, cəmiyyətdə belə hadisələr çox olur. Belə şeylər çox olur cəmiyyətdə. İnsan, onları da qınamaq da olmur. Qınamaq da olmur. Ya da ki, insanlar bir maddiyyat gözündən baxırlar. Artıq dayı, xala, bibi, əmi, xalaoğlu, dayıoğlu, bibioğlu, xala qızı, əmi qızı da münasibətləri bir-birinə maddiyyat gözündən baxırlar ki, bəlkə maddiyyat baxımından nəsə bir köməkliyi dəydi bu adamın. Bu cür diqqət edirlər insanlar bir-birinə. Hə, onlar ki, deyirlər, məsələyə qaydaq, o pisdir, mən necə edim axı onunla əlaqəni saxlayayım, mən bilirəm, bu adam pis insandır, heç mən övladlarıma, mənə yaxşı şeylər arzulamır. İmam Sadiq Aleyhisselamın yanına bir nəfər gəlir, deyir ki, mənim qohumlarım var, amma onlar mənə qarşı çox pis rəftar edirlər. Mən onlarla əlaqəni kəsim yoxsa yox. İmam Sadiq Aleyhisselam gözəl bir dənə cavab verir. Buyurur ki, xeyr, əgər sən də kəssən, Allah hər ikimizdən nəzəri kəsər. Yəni, bilirsin nə deməkdir bu? Yəni, amma sən onlara yaxşılıq eləsən, Allah sənə yardımcı olar və onlara qarşı sənin tərəfində durar. Allah sənin tərəfində durar. Və mümkündür ki, sənin bu yaxşılığın müqabilində o adam düzələ bilər, səhvini anlaya bilər. Hərdən deyirik, bir yana adama ən böyük cəza nədir? Sənin pislik eləyən insana ən böyük cəza budur ki, ona yaxşılıq eləyəsən. Sənə etdiyi o əziyyətin müqabilində, pisliyin müqabilində sən ona yaxşılıq eləyəsən. Çünki o həmin adamın dəyişmə qüdrəti var bu proseslərin. Həm də bir dənə söz deyim sizə, elə bununla bir dənə qayda kimi qırağa yazın da. Silə-i rəhim o deməkdir, sən gəldin, mən də gəlim. Baxın, bir dənə bu cümləyə diqqətini xahiş edirəm. Mən sənin qapımı açsam, sən də mənim qapımı açmalısan. Mən sənin toyuma gəldim, sən də mənim toyuma gəlməlisən. Mən sənin yasıma gəldim, sən də mənim yasıma gəlməlisən. Mən sənin balamın xeyir işinə gəlmişəm, sən də mənim balamın xeyir işinə gəlməlisən. Mən sənin qardaşın yasına gəlmişəm, sən də mənim qardaşım yasına gəlməlisən. Yox. Silə-i rəhm bu deyil ki, sən gəldin, mən də gəlim, deyil. Xeyr. Silə-i rəhm budur ki, sən gəlmədin, amma mən gəldim. Silə-i rəhm budur. Silə-i rəhm budur ki, sən gəlmədin, amma mən gəldim. Bu deyil ki, sən gəlmədin, mən də gəlmədim və ya sən gəldin, mən də gəlim. Yox. Silə-i rəhm budur ki, sən gəlmədin, yəni sən eləmədin, mən etdim. Silə-i rəhm budur. İnsanlar, müasir dövrün problemi nədir? Sən vaxt olmur, edir, mən gəlim sizdən görüşəmək. İnansan, işdən vaxt eləyə bilmirəm. Belə bəhanələr var. Hətta belə bəhanələr səbəb olur ki, adam illərlə atasının, anasının qəbrini də ziyarət eləmir. İldə bir dəfə gedir Novruz bayramında. Yəni, bizdə el arasında qara bayram deyirlər, məsəl üçün. Bilməm sizdə nə deyirlər. Çıxırlar qəbr üstünə bu çərşənbə günlərində. Axır çərşənbədə. Xüsusən bizdə bu Qərbi Azərbaycanlarda var. Çıxırlar çərşənbədə, axır çərşənbədə qəbr üstünə gedirlər, ziyarət edirlər. Hətta qara bayram deyirlər el arasında buna.
Vaxt bəhanəsinə insanlar doğmalarını belə ziyarət edəmirlər. Amma silə-i rəhim o deyil ha, əstəğfurullah, sən gəlib onun bütün gün qapısını ziyarət edəsən. Ən azından telefonla hal-əhval soruşasan, ən azından. Halını, əhvalını soruşasan, bir telefon zəngi, bir xoş mesaj. Ehtiyacı olan bir qohuma ən azı gizli bir yardım eləmək. Bu da silə-i rəhimdir. Ən azı gizli bir yardım eləmək, bu özü bir dənə silə-i rəhimdir. Ki bunu bacara bilsək, biz çox işlər görərik. Çox işlər görərik. Diqqətli olaq bu məsələlərdə. Bəhanə gətirməyək. Bəhanə gətirməyək. Siz bəhanələr bizi üzür. Bəzən adicə bütün proseslərdə bu cürdür. Məsələn, yardım edirsən, deyir yəqin indi 20 nəfər var da, kimsə yəqin pul atır çörəyini. Şimdi mən göndərməsəm, yəqin ki, ola bilməz ki, 60 nəfərdən kimsə bir 50 manat göndərmir. Yox, göndərmirlər. Bax, hamı belə bir-birinin arxayın olur, iş ortaya gəlmir. Bütün sahələrdə bu cürdür. Hamı bir-birinə arxayındır. Məsələn, bir dənə hadisədir, məhəbbətimiz var o hadisəyə. O hadisəyə olan fikrimizi ishar edir. Hamı çəkinir, hamı qorxur, görə nə olacaqdır? Yəqin eləyənlər var da, mən gedib mənimlə görə nə olacaq ki? Bir dənə bir sosial problem var. Bir dənə məsəl üçün bir binamızın, yaşayış məntəqəmizin hansısa bir problemi var, hansısa bir çətinliyi var. Kimsə qabağa durub söz deməyəcək. Bir iki nəfər getdi, yola dedilər, bəs mənim getməyim nə əlaqəsi var, heç nə olmaz. Filan kəs getdi da filan. Bir-birinə arxayınçılıq da bəzən düz söz deməyə maniyədir. Bilmirəm, mən fikrimi çatdıra bilirəm yoxsa. Düşünürəm ki, buradakı insanlar ağıllı insanlardır. Görüşlü insanlardır. Bir-birimizə arxayınçılıq bizim belimizi qıracaq. Arxayın olmaq belimizi qıracaq. Həqiqətdən uzaq düşəcəyik, ədalətdən uzaq düşəcəyik.